Bildiğiniz kimi bu savaş təqribən 10 gün qabaq başladı. İsrail ve İran arasında, İran rejimi, Pars Muda rejiminin arasında. Ve şiddetlendi ta büyüne kadar ki bilirsiniz dünən Amerika İranın en hassas nüvə mərkəzlərini, o cümlədən Fordo ve başka Natanz ve başka nüvə mərkəzlərini en ağır bombardımana məruz qoydu və darmadağın elədi. Hər halda bu bir mesajdır bəlkə Muda rejiminə. O düşmən xəbərləri izləyirəm. İndi neçə saatdır ateşkəslə bağlı söhbət gedir. Elə hey Trump'dan bir cümlə, iki cümlə, üç cümlə, beş cümlə, bəli 6 saata ateşkəs duracaq, İran ateşkəsi başlayacaq, İsrail'də başlayacaq. Sonra görən bir ayrı xəbərdə 12 saat sürəcək bu ateşkəs. Sonra görəm Trump deyir ki, ateşkəs daim olacaq. Hər halda Trump'ın da çox sözlərinə %100 yəni inanıb güvənmək olmur. Hey dəyişir pozisyonunu və nəzərini gedişata görə. Hər halda bu İsrailin və Amerikanın nəzəri buydu ki, bir dəfəlik nüvə istehsalını və nüvə silahı əldə etmək üçün ələ gələn o xalisləşdirmək, nüvəni xalisləşdirmək ki, İran güya 400 kilo %60 xalisləşdirilmiş nüvə əldə edə bilib ki, bu çox böyük təhlükədir. Və güya deyirlər elə bununla da və ya nəhayətən %90 xalisləşdirməklə 9'a qədər atom bombası əldə eləmək olar. Və İran Mulla rejimi eləyə bilərdi, neçə gün ya neçə həftənin içində bu işi görə bilsin. Hər halda son qərarlarını verdilər Amerika və İsrail və həmlələrini başladılar. Və çoxlu mərkəzləri də vurdular, amma o cür ki görünür çox ağır zərbələr vura bilməyiblər. Mulla rejimi deyir ki, sizin hətta Amerikanın B2'lərlə təqribən onlar ton 60 metr, güya 40 metr qayanı dəlir, yəni saf daşları, qayaları 40 metr onları dəlir bu Amerikanın ən ağır bombaları, yəni bunlara deyirlər sığınaq dələn. Bu sığınaq dələn bombalar 40 metr daşa yeriyə bilir və 60 metrdə daş və normal daşla topraq bir yerdə. Güya İran deyib ki, bizim Fordoda 80 metr həm dağın altında, həm də dağın altında yeri qazıblar, güya 80 metridir. Hər halda bu günlərdə İsrail dünən Amerikanın həmləsi nə deyirlər, müteaqibində, ardında, dalısıca bu günlərdə İsrail vurdu Fordonu. Hər halda birisi çoxlu xəsarətlər həm İsrailə, həm İrana, İran adlanan ölkəyə dəydi. Çoxlu insanlar maalesef Təbrizdə və başqa şəhərlərdə öldülər. Bizim tərəfdə də biz deyək ki, Təbrizimiz, Azərbaycanımızda şəhid oldular. İsrailin də çoxlu, yəni İsrail ki, bilirsiniz 1947'də qurulubdur. Və o tarixdən bu yana, bu 53 təqribən 78 il. 78 ildə İsrailə belə hücumlar, həmlələr olmamışdı. Ancaq gördülər ki, bunun nəticəsi yoxdur. Yəni hələlik o nə deyərlər, tam bir kəsin nəticə əldə olunmur. Onlar vurur, bunlar vurur. Hər halda biz
Bəzi iqdamlarımız olub. İçəridə 1000'ə yaxın biz üçlü, beşli, 15'li, 25'li, 50'ye yaxın nəfər hər qrupda bir-birlərini tanımırlar. Buna görə ki, itminan, etimad, güvənc lazımdır. Və bu ki, Molla rejiminin əlaltıları, elemanları girməsin bu qrupların içinə. Demişik ki, tanıdıqlarını öz məhəllələrində, famililərindən, qohumlarından bu qrupla təşkil versinlər. Biz 1000'ə yaxın qrup təşkil verə bilmişik indiyə kimi. Və bunlar soyuq silahlarla müsəlləhdirlər. Nə yazıq ki, Azərbaycanımızda güneydə isti silah, odlu silah evlərdə yoxdur. Amma hər halda onun da nə deyərlər, çarəsini tapmışıq. Kürdlərin evlərində məmulən silah olur. Azərbaycan türklərinin evində silah olmur. Amma qərar ola bir iş görələr, neçə şəhid nəzərə alaraq rejimin silah mərkəzlərini həmdə aparırlar. Neçə barmaq sayısı şəhid verirlər və o silah mərkəzini əldə edirlər. Və orada hər cürə yüngül və ağır silahlar var və o silahlarla öz ailələrini, məzlum millətimizi, vətənlərin torpaqlarını müdafiə edirlər, savunurlar. Bizim əlimizdən bu gəlib və bu ki, ifşa eləyək. Mütəəssifanə sizin tərəflərdə də bəzi rusçular var. Əlbəttə biz Sayın İlham Əliyevin yanında və arxasındayıq. Azərbaycanın milli mənafi uğrunda atdığı hər addımla, hər addıma görə biz onun yanındayıq. Və Azərbaycan hakimiyyəti də möhtərəmdir. Amma o hakimiyyətdə mütəəssifanə rusçu və 5-ci kolon var ki, bu rusçu və İrancıdır. Və bunlar əllərinə gələn əsirgəməyiblər ki, Pəhləviləri. Bilirsiniz ki, geçən il Pəhləvinin, bu Riza Pəhləvinin, yəni qatil Rizaxan ki, Xiyabanını öldürdü. Və onun oğlu Məhəmməd Rza 1945'də, 46'da Pişəvərinin milli hükümətini yıxdı və 35.000'ə yaxın insanımızı qətliam elədi. Bu onun oğludur. Bu onun varisidir. Bu 35.000 Güney Azərbaycan Türk millətini 1946'da qətliam eləyən Məhəmməd Rzanın oğlu, vəliəhd və varisidir. Və o cür ki, danılmaz sənədlər, inkar edilməz sənədlər əldə var, şahidlər əldə var. O 5-ci kolonun vasitəsilə, bilirsiniz dedim, geçən il xanımısı bu Riza Pəhləvinin Bakıdaydı və Azərbaycan Cumhuriyyətinin 100 illiyində Riza özü, Riza Pəhləvi Amerikada, Vaşinqtonda Azərbaycan səfirliyindədir. Xoş deyil bunlar. Bizim millətimizin qatilini Kuzey Azərbaycan 100 illiyində, Cumhuriyyətinin 100 illiyində çeyləqanını yox, Riza Pəhləvini çağırması, dəvət eləməsi xoş deyil. Heç xoş deyil bu. Bu bizim ata-anamızın qatilini dəvət edib gözlərinin üstündə yer verməkdir. Ona moral verməkdir, onu təşviq eləməkdir. Hər halda, yenə də Azərbaycan 5-ci koloni bütün gücü ilə qeyri-milli, yəni Riza Pəhləvinin yenə yanındadılar və Riza Pəhləvini qəbul edən bir ekip də qruplar, bir 16'ta 20 nəfərə yaxın Güneylilərdən ki, əlbəttə bunlar sizə deyim, mücahiddirlər, komünist fədailərdilər, komünist tudeylərdilər və İrancı şahçılardılar. Bunlardan bir 20 nəfərlik maksimum qrup yaradıblar və onlar da 3 nəfər özünüz baxarsınız ki, bunların içində tudeylər də var. Və Pəhləvisidirlər bu 3 nəfər. Bu 3 nəfəri mən başqa ikisinin adını vermirəm. Əlbəttə siz ikincisinin də adını verim. O ki, oğlu boynunu sındırdı, boynunun damarlarını qırdı və bu günləri üzü istəyirəm, belə tuvaletini gelib özü eləyənmir, gözün yuyanmır, sərx üstündədir. Çiyinlərinin aşağı fələcdir, iflicdir, məluldur. O da var bu 3 nəfərin içində. Yəni Pəhləvicilərin içində. Və bizim əleyhimizə
bizim ziddimizə hər kəsi biz çağırdıq, istədik ki, yanımızda olsun, onun çağırıb satın aldılar. Satın aldılar. Bəli, başaramayacaqlar, başaranmadılar və biz sabahları təqribən 20 nəfərə yaxın profesorlar var, doktorlar var, Kanadadan var, Amerikadan var, Almandan var, Suisdən, İsveçrədən var, Avustraliyadan var və başqa Türkiyədən var. Bir qrup yaradırıq. Bunlar türkçü milliyyətçidirlər. Bunlar istiqlalçıdırlar. Bunlar cümləyin istiqlalını istəyirlər və zamanı gələndə Quzey ilə birləşib bütöv Azərbaycanı istəyirlər və Turan Türk Dövlətlər Təşkilatının bir üyəsi üzv olmaq istəyirlər və Turanın qurulmasına əllərindən gələn yardımı etməyi istəyirlər. O da bizim dostlarımızdırlar. Sabahları bu birinci cəlsələr qurulur və həm içəridə və həm dışarıda təşkilatlanırıq, özümüzü hazırlayırıq. Amma odur ki, görünürü hələlik Amerika durdurur. Mən xəbərlərə baxırdım. Hey 6 saat sonra, 12 saat sonra ateşkəs başlayır və bunu biz daim eləyəcəyik, Trump deyir. Görək nə olur? Görək sabahdan nə olur? Sabahlar bu zamana qədər ki 24 saat olur. Vaqəən bir ateşkəs var ya yenə də bu sözdə qalır. Hər halda düşmən də hazırlıqlarını etmiş. Biz də əlimizdən gələn hazırlıqları eləyirik və yalqızıq. Türkiyə hökuməti mən qınamıram. Tamam güc İran rejiminin yanındadır. Amma qınamıram. O da milli mənfəətlərini o da görür. O da milli mənfəətlərini Fars Mulla rejiminin qalmasında və onunla yaxşı qonşu kimi olub qalmasını və yaşamasını istəyir. Amma Azərbaycan çox fərqlidir. Biz bu 30 ildə heç bir maddi mənəvi yardım görmədik və bu günləri görürük ki, bütün gücüylə Azərbaycan Türk millətini 1946-da qətlam eləyən, 35 min insanımızı qətlam eləyən birisinin arxasındadır. Və bütün güneyliləri təşkilatlandırır, örgütləşdirir ki, hazır olsunlar və Pəhləvinin yanında olsunlar. Biz buna icazə verməyəcəyik. Biz buna izin verməyəcəyik. Bunları qanuna bələrik biz. Biz analarımızın, babalarımızın, mən deyə bilmirəm bəzi şeyləri. Pəhləvi Riza ordusu kimi, Məhəmməd Riza ordusu ki, Zəncana girdi, heç bir şey qalmadı. İnsan minlər nəfəri qətlam elədi və təcavüzlər var. Analarımıza təcavüzlər var. Və ben bunları açıqlayamıram. Sən nə cür bir insan ki, mənim atamı öldürüb, anamı öldürüb, analarıma mənim təcavüz edib, onun yanında olarsan. Amma vardılar, %100 vardılar. Mən sənət verdim sizə, bildiği xanımısı Bakıdaydı. 4 il qabaq Azərbaycanın Cumhuriyyətinin 100 illiyində Riza, o qatilin varisi, oğlu və vəliəhdi Azərbaycan səfirliyində məxsus qonağıdır, özəl qonağıdır. Hər halda biz az deyilik, dedim mini aşan qruplarımız var, bunlar 10 minlər nəfərdirlər. Azərbaycanın müxtəlif kət, qəsəbə və şəhərlərindədirlər. Soyuq silahlara kamilən müsəlləhdirlər. Bəziləri qanunu olmasa da odlu və isti silahlarda alıblar, silahlanıblar, az da olsalar və bunlar iki silahlanıblar, silah mərkəzlərinə həmləyə də hazırdılar. Bəhsis mərkəzlərində təqribən hər məhəllədə var və orada silahlar da var. Onların hamısını tanıyıblar, onlara bərnamələri var, hücum bərnamələri var və o silahları əldə almaq üçün, əldə etmək üçün proqramları və nəqşələri var, planları var. Hər şey yaxşı olacaq. Hər halda bu ateşkəs olursa, məsələ bitirsə, o ayrı məsələ. Biz milli uyanış hərəkatımıza ki, görürsünüz 30 ildə nə olub? Traktor müsabiqələrində görürsünüz. 120 min insan bağırır, nə mutlu Türküm deyənə. Bu çatdadır Mulla rejiminin beynin başını. Ya Təbriz, Bakı, Ankara, biz hara, Faslar hara. Bu çox təhlükəli bir slogan və şüardama verirlər, verəcəklər də.
Biz bir dəfə istədik, mən rica etdim ki, bu şuarları verirsiniz stadyumda. Yenin xiyabanlara. Yendilər. Videoları qalır körpü altında. Görürsünüz, minlər nəfər stadyumdan çıxıblar və o minlər nəfər milli şuarlar, sloganlar verirlər. Gözəldir, vəziyyət yaxşı qabağa gedir. Mən inanıram ki, Mulla rejimi yıxılsa və dağılsa da bu savaşda biz Azərbaycanımızı qurtarmağa qadirik və xeyr, barış da olsa, rejim son nəfəslərində və son ömrünün sonlarındadır. Biz oyanışa və təşkilatlanmaya devam edəcəyik və inanıram ki, yaxın gələcəkdə Güney Azərbaycan Türk Cumhuriyyətini qurmağa qadir olacaq. Başaracaq bunu. Başaracaq və bu qurulacaq. Yaşayasınız, var olasınız, başınızı çox arıtmayın. Yenə də təmasda oluruq və məsləhət, məşvərət, müzakirəmiz olar. Yaşayasınız, Allahın amanında olasınız.